Hər vaxtınız xeyir, əziz izləyicilər. Hamınızı 10 sual layihəsində xoş gördük. Layihəmizi qurmaqdan məqsədimiz qonaqlarımıza sual verib, onların həyata baxışlarını, bu yerə necə çətinliklə gəldiklərini öyrənməkdir. Layihəmiz bundan ibarətdir ki, qonağımıza 10 sual veririk, qonağımız isə ətraflı şəkildə bu sualları cavablandırır. Belə videoların davamını gəlmək istəyirsinizsə, TikTokda və YouTube'da bizi izləməyi, takip atıb bəyənməyi unutmayın. İndi isə ekranlara yaxın əyləşək. Layihəmiz başlayır. Xoş gördük, Rəşad Eyvaz. Xoş gördük. Salam edir. Əvvəlcə özünüzü təqdim edin. Mən Bədalov Rəşad Fərhadoğlu. 1986-cı ildə Siyəzən rayonunda anadan olmuşam. Belə deyim, sənətim sözdür, şeirdir, meyxanadır. Özümü şair saymasam da şairlərin içində ən azından bir balaca ona layiq olduğumu bilirəm, hesab edirəm və düşünürəm. Çox gözəl, təşəkkür edirik. Əvvəlcə sizə təşəkkür edirəm. Layihəmizə iştirak elədiniz. Bizi qırmadınız. Çox sağ olun, Allah razı olsun. Bilirsiniz ki, sizə 10 sual veriləcək. Bu sualları ətraflı şəkildə cavablandıracaqsınız. Hazırsınızsa başlayalım. Başlayaq. İlk sualımız belədir. Şair olmasaydınız, hansı sənət seçərdiniz? Maraqlı sualdır. Mən orta məktəbdə oxuyanda, hardasa 9-da, 9-10-cu sinifdə oxuyanda dil ədəbiyyat müəllimi olmaq istəyirdim. Yəni fikrim bu idi, niyyətim bu idi. Belə məni bilənlər, tanıyanlar da var, dostlar, sinif yoldaşlarımız. Mən yaxşı qiymətlərlə oxumuşam məktəbdə. İndi talih ələ gətirdi, qismət ələ gətirdi ki, gəldim axırda şair olduq, meyxanaçı olduq. Buna da şükür, belə narazı da deyiləm, şikayətçi də deyiləm. Elə yaxşı ki, meyxanaçı olmuşam. İkinci sual vermək istəyirəm. Rəşad Eyvaza görə siyasi şair, qəmli şair, yoxsa keyfli şair? Hansını seçərdiniz? Ümumiyyətcə bir söz deyim, şair hər tərəfli olmalıdır. Şairin əl yazmasında bütün mövzulara toxunmalıdır. Mənə görə soruşursansa, mənim üçün qəmli şair. İnsan həyata baxışından, insanın düşüncəsindən, mənim üçün qəmli şair. Amma yenə deyirəm, şair hər mövzuya toxunmalıdır, sərhədi aşmamaq şərtilə. Var qəmli şeirləriniz? Bəli, var. Bəli, çox. Bir kufret deyə bilərsiniz? Deyərəm. Dərdi olmayanlar gündüzü sevir. Dərdlinin zövqünə gecə oxşayır. Hər gün düşünürəm edib çək-çevir, daşlar insanlara necə oxşayır. Gəzdiyim küçə də daşa bənzəyir. Gəzdiyim küçə də daşa bənzəyir. Gündüz də, gecə də daşa bənzəyir. İnsanlar necə də daşa bənzəyir. Daşlar insanlara necə oxşayır. Belə bir şey. Çox gözəl, çox süper. Üçüncü sualı vermək istəyirəm. Bilirik ki, Yetim Eyvazı çox adam tanıyır. Yetim Eyvaz bizim üçün əvəz edilməz şairlərdən biridir. Bütün Azərbaycan xalq demək olar ki, onu tanıyır. Yaxşı, bəs sizcə onun qədər hadisi olur, tanınırmı? Allah cəm dünyasını dəyişənlərə rəhmət eləsin. Eyvaz da elə başda olmaqla mövzu ki, Eyvazdan açılıb, sual ki, Eyvazdan verilib. Əlbəttə ki, Rəşad Eyvaz ola bilməz. Kriskası, ləqəbi Rəşad Eyvaz ola bilər, amma Rəşad özü Eyvaz ola bilməz. Amma onu da zaman göstərər. Eyvaz da bir neçə ildən sonra, belə deyim, bir 50 yaşından hardasa
50 yaşına yaxın ərəfələrdə tanındım. Onu da zaman göstərər. Hələ mənim 40 yaşım var, hələ şairlik də hələ bir şeydir ki, müddət keçdikcə insanın düşüncəsi, ağlı artır, fikirləri genişlənir. Hələ onu zaman göstərər inşallah onun gələcəkdə. Amma əlbəttə ki, Rəşad Eyvaz ola bilməz. Bu məlum məsələ. Yaxşı, bəs bu yola çıxanda, yəni şair olmaq hissi ağlınızda olanda heç fikirləşmişdiniz ki, mən bəlkə də bir gün Eyvazı keçə bilərəm? Xeyr, onu fikirləşməmişəm. Çünki mən ümumiyyətcə bu yola çıxanda kimisə keçməyi fikirləşib çıxmamışam. Mən bu yola çıxanda bir şey düşünmüşəm ki, özümü doğruldum. 5 adama, 10 adama öz sənətimi göstərim, öz şeirlərimi sevdirim və bugün sevdirə bilirəmsə nə xoş mənə. Azdan paradan dinləyirlərsə, qiymət verirlərsə nə xoş mənə. Dördüncü sualımız belədir. Xalqın şairi dairəsində çıxmamaqla özünüzü dinləyirsiniz. O biraz qəliz mövzudur, həm də uzun mövzudur. Onu qısa cavab verə bilərəm ki, o veriliş gedən ərəfələrdə mənə təkliflər oldu dostlardan, yoldaşlardan ki, niyə çıxmırsan? Orada elə şairlər oldu ki, onların haqqı yeyirdi, mənim fikrimcə, yəni mənim düşüncəmə yox. Bir də ki, orada mən çıxardım, əlbəttə ki, çıxardım. Orada münsiflər heyətində Ramiz Rövşən olsaydı, Azər Sani olsaydı, İlqar Fəhmi olsaydı, Hacı Arif olsaydı, demirəm çıxıb yer tutardım, çıxıb ən azı sözümü, sənətimi, şeirimi göstərərdim. Yəni, bu qədər. Siz yazan zaman sizin yüzlü bir xəbər oldu. Rəşad Eyvaz, biz gözləyirdik, o elişdə iştirak edir. Orada da gözəl şairlər vardı, onların haqqı yeyirdi, mən elə fikirləşirəm. Onları, yəni ki, məğlubiyyətə layiq olmayan şairlərimiz var idi orada. Baxırdım, cavan uşaqlardır, cavan oğlanlardır, amma ki, sözü də var, sənəti də var. Bizdən də elə bir nəfər rayonumuzdan çıxdı ora, mən sadəcə çıxmadım. Yəni, çıxmaq istədim, çıxa bilmədim, yox, çıxmaq istəmədim. Yəni, belə deyim. Tamam, çox sağ olun. 5-ci sualımıza keçək. 5-ci sualımız biraz maraqlı sualdır. Suala hazırlayan təşəkkür edirəm. Ayağını yorğanına görə uzatmasaydın nə olar? Bu biraz, mənə də gəlir, biraz humoristik sualdır. Xəstələnərdim yəqin ki. Başqa ayağımı yorğanıma görə uzatmasaydım, ancaq xəstələnə bilərdim. Başqa heç nə. Başqa heç nə, bu qısa və konkret. Növbəti sual. Cəmi bir il ömrünüz qalsaydı, niyə olmaq çalışırdınız? Gəldik əsas məsələyə. Bir il ömrüm qalsaydı, keçmişdəki elədiyim birinci nöqsanları düzəldərdim. Şübhəsiz ki, həyatda səhvsiz insan yoxdur. Hamının səhvi nöqsanı olur. Və eləyə bilmədiyim, eləmək istədiyim arzularımı həyata keçirərdim. Bir il ömrüm qalsaydı və ən çox ömrümü də ailəmlə, balalarımla keçirərdim. Yəni, o bir ilin, hələ demək olar ki, hələ hər gün. Çünki daha yoxsan, bir ildir, sonra gedirsən də. Mən belə düşünürəm. Ən əsaslı şəkildə cavab verim ki, arzularımı gerçəkləşdirərdim. Hansı ki, onları vaxtacan dost görər, düşmən görər, qısılırsan, eləmirsən, hələ arzuların olur ürəyimdə ki, biz özümüzdən çox həmişə dosta düşməyə görə yaşayırıq. Yəni, bu bizdə hamında var. Mən o arzularımı gerçəkləşdirərdim ki, onları vaxtacan eləyə bilməmişəm, amma eləmək istəmişəm. Əlbəttə ki, yaxşı arzulardan gedir. Hər insanın ürəyində pis niyyəti də olur, yaxşı niyyət. Mən yaxşı niyyətlərdən danışıram. İndi o pis niyyətləri də ki, daha pislər düşünsün. Yaxşı, bəs Rəşad Eyvazın sənətinə bağlı, belə deyək də, hansı nöqsanı olur? Yəni, o öz sənətdən xəyanət edib. Xəyanət eləməmişəm, səhlənkar olmuşam. Mən həmişə deyirəm ki, şairin şair yaşayışı olmalıdır. Şairi xalq dolandırmalıdır sözündə, yəni xalq gətirib şairin cibinə pul qoymamalıdır. Sadəcə
xalq dəstəyi olmalıdır. Bu gün biz hərəmiz bir dərədə işləyirik, bir yerdə işləyirik, bir işin sahibi, peşənin sahibiyik. Yəni ki, səhlənkar olmuşam. Mən bu gün durub sırf sənətimlə, işimlə, sözümlə məşğul olsaydım, mən başqa yerdə işləməyi Allaha şükür, narazı deyiləm işimdən də, gücümdən də şükür Allaha. İşləyirəm, ailəmi dolandırıram, ruzumu qazanıram. Amma xəyanət eləməmişəm, yenidən biraz səhlənkar olmuşam. Biraz cavan olmuşam, ciddi yanaşmamışam. Qeyri-ciddi yanaşmışam, belə deyim. Belə sənətə düşünmüşəm ki, məsələn, bunu eləməkdənsə gedib bu işi görərəm. O da gəlir çıxır maddiyyata, yoxsulluğa, yəni insanların. Amma indiki ağlımla əvvəlki şans bir daha mənə verilsəydi, mən o səhlankarlığı da eləməzdim. Amma xəyanət eləməmişəm. Yox, sənətimə də xəyanət eləməmişəm, nə də sənət yoldaşlarımı, dostlarımı da xəyanət eləməmişəm. Çox qəşəng cavab verdim. 7-ci sual. Rəşad Eyvaz üçün mənalı həyat nədir? Mənalı həyat, ümumiyyətcə həyat belə dərindən düşünəndə deyirlər mənasızdır, xeyr, mənalıdır. Çünki bizim gördüyümüzdür bu, yəni bu həyat mənasızdır deyənlərə mənim bir sualım var ki, bəs mənalı həyat nədir? Çünki sən onu görməmişsən, onu deyə bilməm. Həyat bir dənədir, biz də onu görürük və bu həyat mənalıdır. Sadəcə ondan mənalı və mənasız istifadə edənlər var. Kimi mənalı həyat kimi davranır, düşünür, kimi mənasız həyat kimi. Mənim üçün mənalı həyat hər anın öz hökmü var. Mən bəzən bir küçədəki bir itə də çörək yemək atanda mənim üçün mənalı həyat olur. Və yaxud oturduğum stolda bir pişik yaxınlaşır, ona da bir tikənə satanda mənalı həyat olur. Və yaxud birinə əl tutanda mənalı. İnsanın özündən asılıdır. Əgər məna axtarırsansa, bugün burada oturmuşuq, burada bir sürü nə qədər məna var. İnsan özü istəsə hələ, nəinki həyatdan, hələ oturduğu otaqdan belə min cür məna tapar. Şimdi həyatda o qədər mənalar var ki, həyatın mənalarını saysaq, nə bu verilişə sığar, bəli, nə də bizim söhbətimizə. 8-ci sual mənim üçün çox maraqlıdır. Müasir dövrün ən yaxşı şairi kimi göstərilir. Yəni Rəşad Eyvaz üçün müasir dövrün ən yaxşı şairi kimdir? Dövrümüzdə güclü şairlər var. Mən bir yağda dedim, yəni onların qabağında bizim özümüzə şair deməyimiz, mən özümü götürürəm. İndi kimlərsə deyirsə, kimsə bizi şair kimi görürsə, əlbəttə ki, indi. Amma dövrümüzdə güclü şairlər var. Məsəl üçün, Salam Sarvan var. Belə deyim, Ramiz Rövşən var, Nəriman Həsənzadə, sonra Musa Yaqub, müasir dövrdən gedir. Yəni ki, müasir Azərbaycan ədəbiyyatında hal-hazırda olan şairlərdən. Məsələn, Qəzəl xanlarımız da var, Azər Sani var, İlqar Fəhmi var, Hacı Arif var və bir sıra gənc Qəzəl xanlarımız, şairlərimiz də var. İndi durub hamısının adını bir-bir çəkməyəm. Amma mənim üçün şair götürsək belə ən güclü, ən əvəz edilməz şair Ramiz Rövşən. Niyə məhz Ramiz Rövşən? Çünki Ramiz Rövşən mənim fikrimə, düşüncəmə görə Ramiz Rövşən yəni hər tərəfli şairdir. Adi bir kupleti bu dərdə söz qoşdu, əli sazdılar, silib gözlərini biləkləri ilə, ölən durnalara şeir yazdılar. Uçan durnalara şeir yazdılar, ölən durnaların lələkləri ilə. Yəni bu kupletdə durub hər tərəfli düşünürsən ki, bu böyük bir mənadır. Ramiz Rövşənin istər o, istər yenə bu şəhərdə üz-üzə gəldik. Neyniyə yayırıza şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, bəlkə də xoşbəxtlik, xəbərimiz yox. Ramiz Rövşənin bu və ya digər çox gözəl şeirləri var. Niyə görəsiniz? Mənim zövqümcə mənim Ramiz Rövşən əvəz edilməz şair. Əlbəttə müasir dövrdə keçmişə qayıtsaq, güclü şairlərimiz çox olur. Yaxşı, bəs Rəşad Eyvaz üçün
bütün Azərbaycan tarixinin ən yaxşı meyxanləyəni kimdir? Aydın Xırdalanlı. Yaxşı meyxanadan ustadlarımız çoxdur. Allah Rəşadın da qapısını açsın dağlımızın. Amin. Allah Vüqara da rəhmət eləsin. Mənim üçün ən yaxşı meyxanadan Allah Məşədi Babaya da rəhmət eləsin, Kərimə şəfa versin. Yəni ustadlar çoxdur. Amma mənim üçün ən yaxşı meyxanadan bu ümumiyyətcə gəlmiş, keçmiş Aydın Xırdalanlı. Hər mənada, dəyişmə. Hər mənada Aydın Xırdalanlı. Çox gözəl. Keçək 9-cu suala. Az uşağı yedirtmək üçün oğurluq etmək pis hərəkətdirmi? Ümumiyyətcə oğurluq hər bir işdə pis hərəkətdir. İstəyir az uşağı yedirt, istəyir tox uşağı yedirt, yəni pis hərəkətdir. Amma insan bəzən o başına gələn başmaqçı olar, məsələ var. Yəni ki, insan bəzən hələ həddə çatır ki, məsələn, Allah Taala heç kimə o həyatı qismət eləməsin. Yəni bilirsiniz ki, biri uşağı acdır, oğurluq edib tutdular, onu biz başa düşmürük. Onu bir dənə özü bilir içindəki o nələr çəkir, nöş eləyib onu. Biz elə qınayırıq onu ki, sən girib dükandan məsələsini, ona haqq qazandırmıram. Deyirəm, oğurluq ümumiyyətcə səhv hərəkətdir, istəyir uşağa görə. Buna Yetim Eyvaz bir kupleti ilə deyir ki, deyir, ancaq onda ağlayaram bir yetimi az görəndə. Bir namərdin, bir nadanın başı üstə taz görəndə. Sınmış oxlu, sönmüş ocaq, bir sahibsiz saz görəndə. Dönüb kürə, xan araza gərək coşub çağlayan mən. Bu millətin balasıyam, bu millətin oğluyam mən. Buna Eyvaz həqiqətən də, yəni bir az uşaq görəndə deyir, ağlayaram. Yəni, mən də onu demək istəyirəm ki, ola bilər, elə bir həddə çatarsan ki, görərsən ki, öz uşağını döyür. Yolda bir az uşaq yoxundur. Amma ona kömək eləyə bilərsən, eləyərsən. Bəli, o ki. Amma oğurluq ümumilikdə əlbəttə pisdir. Pis hərəkət. Çox sağ olun. 10-cu sualımıza keçək. Bir qoca cavanlıq şəklinə baxan şeiri olmasaydı, hansı şeiri özünüz üçün pasport şeir seçərdiniz? Mən o şeiri 2011-2012-ci ildə yazmışam. Bir qoca cavanlıq şəklinə baxan. O olmasaydı, həqiqətən də onu, məsələn, tək mən özüm yox, məsələn, soruşanda deyirlər Rəşad, deyirlər hansı Rəşad, deyirlər bir qoca cavanlıq şəklinə baxır. Yəni, çox adam, əlbəttə hərənin öz ətrafı var da, yəni, mənə tanıyan adamların çoxu hələ bilir. O olmasaydı, mən Güzlü nömrə şeirim var, mən özüm üçün pasport şeiri onu seçərdim. O da ki, biraz 7-800 kuplet şeirdir. Hələ onu da o ərəfələrdə yazmışam. Deyir, bir gizli nömrədən zəng edib hər gün, qırıq bir səs ilə alo deyirsən. Əgər düşmürəmsə yadına nə üçün, onda niyə görə zəng edirsən? Hər gündə eyni söz, eyni kəlmədir. Unutdum deyirsən, bəsdir deyirsən, yenə zəng etmirsən, nə olub, nədir, sən mənə unutmaq istəməyirsən. Bəs məni salmazdın daha yadına, bəs dedin, ömürlük çıxıb gedirsən, salmısan sən mənə eşqin oduna, mənə bu da azdır, yaxşı edirsən. Daha çox verəydin sən mənə zülüm, qəlbimi daha çox qıraydın gərək, unutmaq çətindir, bilirəm gülüm, sözümün üstündə duraydın gərək. Yadımdan çıxara bilmədim səni, hamına desəm də sənə demədim. Qürurum sınmağa qoymadı məni, zəngini gözlədim, zəng eləmədim. Düşünmə sanırdım gəlməyəcəksən, bilirdim nə vaxtsa qayıdacaqsan, sən məni unuda bilməyəcəksən, bəlkə də özünü unudacaqsan. İnanın mən sənə yenə deyirsən, mən daha əvvəlki mən deyiləm ki, xəyanət etmişəm, mənə deyirsən, etmərəm, mənə. Sən deyiləm ki, sənin üçün məhəbbət adı oyuncaq, xoşuna gəlməsə qırıb atırsan, mənim üçün müqəddəs varlıqda ancaq, sən məni özünə niyə qatırsan? Nə mənası var ki bu danışmağın, gecikdiyi qovuşmaq çətindir bizdə, yaxşısı budur ki, vidalaşmağın çəkək əziyyətin
hər ikimiz də çıxaraq bir-birinin ürəyimizdən mən mənə qayıdım, qayıt sən sənə. Onsuz da sevgili alınmır bizdən. Nə sən mənə zəng et, nə də mən sənə. Nə sən mənə zəng et, nə də mən sənə. Bir qoca zamanlıq şəklinə baxır. Şeir olmasıyla əlbəttə ki, bu şeiri mən pasport şeiri kimi Çox gözəl. var olun. Allah razı olsun. Çox təşəkkür edirik. Bir dənə sual vermək istəyirəm. Bu sual mən neçə vaxt sizə vermək istəyirəm. Deyir, o vaxt Siyəzəndə məktəbdə oxuyarkən gözəl bir qız sevirdim təmiz qəlbdən ürəkdən. Yetim Eyvazın məşhur şeirlərindən biridir. Yaxşı, bəs Rəşad Eyvaz heç məktəb sevgisinə şeir yazıb, yazıbsa da hansı şeir yazıb? Rəşad Eyvaz məktəbdə oxuyanda, orta məktəbdə oxuyanda əlbəttə ki, hamımız yazırıq, bacardığımız qədər, indi hamında olur. Amma ki, belə Rəşad Eyvazın belə şeirləri istəyir orta məktəbdə, istəyir indi. Sualın məqsədi odur ki, yəni ki, Rəşad Eyvaz o sevgini yaşayıb, yaşamayıb. Yəni məktəb vaxtı. Bir də kuflet şeir. Amma Rəşad Eyvaz o sevgini məktəbdən sonra yaşayır. Və Allaha şükür də ailəlidir, uşaqları, ailəsi, yəni belə cavab verim sənə. Çox gözəl. Bu sual həqiqətən mənim maraqlı idi. Rəşad Eyvaz, 10 sual tamamlandı. 10 suala cavab verdiyiniz üçün sizə çox dərin minnətdarlığımı bildirirəm. Amma bura bir sual da əlavə ediblər. Belə deyək, 11-ci sualdır. 10 sual içərisində ən xoşunuza gələn və ən xoşunuza gəlməyən sual hansılardır? Ən xoşuma gələn sual o oldu ki, bir uşağın az uşağa görə oldu. Bəli, o əslində dərin sualdır. O cavabı da böyükdür. İndi biz qısaltdıq burada. Xoşuma gəlməyən sual olmadı. Bütün suallar gözə gəlsən nə xoşumuza. Allah köməyiniz olsun. Allah canınızı sağ eləsin. İnşallah sizə də uğurlar. Bu yeni işinizdə Türklər demişlər başarılar. Çox sağ olun. Allah var eləsin. Gəldiyinizə görə çox təşəkkür edirik. Minnətdaram. Allah canınızı sağ olsun. İlk layihəmizin sonuna gəldik, əziz dostlar. Fikirləşirəm ki, bu görüş həm bizim üçün, həm Rəşad müəllim üçün, həm də izləyicilərimiz üçün çox maraqlı oldu. Layihəmizin əvəz olunmaz komandasına dərin minnətdarlığımı bildirirəm. Layihə rəhbəri İskəndərli Bulud, rejissorumuz Beybala Əsgərli, rəssam Əli Səfərəliyev və senarist mən Muradlı Xoşbəxt idi. Bizi izləməyi unutmayın. YouTube və TikTok səhifəmizdən gələn səfərçi qonağın kim olduğunu zəhmət olmasa rəylərdə yazın. Bilmək olmaz növbəti qonağımız kimdir. Bəlkə sizə elə qonaq gözləyirik ki, çox tanınmışdır. Sağ olun, salamat qalın. Gələn verilişdə görüşənədək.